Esselamu Aleyküm ve Rahmetullah. Bugün işini gücünü bırakıp, qeybət etməklə, nəmmamlıq etməklə, onun sözünü danışıp, bunun sözünü danışıp, onun arkasıyla danışıp, bunun arkasıyla danışıp, onun quyusunu qazıb, bunun quyusunu qazıb, onu gözden salıp, bunu gözden salmaqla məşğul olanlara Allah Azze ve Celle'nin bu ayetini hatırlatmaq istəyirəm. وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ. Sizdən hər kəs sabah nə etməyi gərəkir, onunla məşğul olsun. Hər kəs bugün ilk növbədə özünü, öz üzərində sorumluluğu olanları islah etməyə çalışsa, öz qüsurlarını görsə, öz qüsurlarının və üzərində sorumluluğu olan adamların qüsurlarını islah etməyə çalışsa, əmin olun ki, başqalarının qüsurlarıyla məşğul olmağa vaxt olmaz. Bu bir xəstəlikdir. İnsanın tənqid edici olması, ancaq başqalarında qüsur axtarıb onu danışmaq istəməsi, əslində psikolojik özünün nə qədər qüsurlu olub, öz qüsurlarını bununla örtmək istəmək xəstəliyidir. Allah Azze ve Celle İslam ümmətini belə xurafilərin şərindən qorusun. Esselamu Aleyküm ve Rahmetullah.